Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdə böyük coğrafi kəşflərdir. Böyük coğrafi kəşflər 15-ci əsrin sonlarında başlamış, 16-cı əsrdə isə bu proses daha geniş şəkil almışdı. Böyük coğrafi kəşflərin başlamasının bir sıra səbəbləri vardı. Böyük coğrafi kəşflərin başlamasının başlıca səbəbləri iqtisadi səbəblər, daha sonra isə siyasi səbəblər olmuşdu. Böyük coğrafi kəşflər 15-ci əsrin sonlarında başlamışdı. Böyük coğrafi kəşflərin başlamasının başlıca səbəbləri iqtisadi səbəblərlə olmuşdu. Bilirik ki, 14-cü əsrdə Avropada qara ölüm epidemiyası yayılmışdı. Avropada yayılan qara ölüm epidemiyası əhalinin böyük bir hissəsinin tələfatına səbəb olmuşdu. Qara ölüm epidemiyası nəticəsində əhalinin 1/3-dən çoxu tələf olmuşdu. Bu da artıq qara ölüm epidemiyasından sonra Avropa iqtisadiyyatının canlanması üçün şərait lazım idi. İqtisadiyyatın canlanması üçün çoxlu qızıla, gümüş və işçi qüvvəsinə ehtiyac vardı. Avropada isə bu dövrdə qiymətli metallar demək olar ki, çatışmırdı. Qiymətli metallara demək olar ki, Avropada yox idi. Ona görə də Avropalılar qiymətli metallar axtarışı üçün şərq ölkələri, bu qiymətli metalları şərq ölkələrində axtarmağa çalışırdılar. Bu dövrdə Avropalıları şərq ölkələri, xüsusilə şərq ölkələri içərisində onları daha çox cəlb edən isə Hindistan idi. Bu dövrdə isə Hindistanla ticarət əlaqələri demək olar ki, tam şəkildə ərəb tacirləri Hindistan ticarətinə nəzarət edirdilər. Böyük coğrafi kəşflərin başlamasının səbəblərindən biri də siyasi səbəblərdir. Siyasi səbəbləri nədən ibarət idi? Bu dövrdə Kiçik Asiya və Suriyadan keçən ticarət yolları demək olar ki, tam şəkildə Osmanlıların nəzarəti altındaydı. Həmçinin 1453-cü ildə Konstantinopol Osmanlılar tərəfindən fəth edildi. Bunun nəticəsində Osmanlılar bu ərazilərə tam şəkildə nəzarət edirdilər və Osmanlılar bu ərazidən keçən tacirlər üçün, ticarətçilər üçün yüksək gömrük rüsumu tələb edirdilər. Bunların yüksək rüsum tələb etməsi Avropalıları yeni ticarət yolları axtarmağa məcbur edirdi. Coğrafi kəşflər ilk dövrlərdə xristianlığın yayılması pərdəsi adı altında gedirdi. Lakin burada gizli, siyasi, iqtisadi səbəblər daha çox idi. İlk dəfə müstəmləkə işğallarına başlayan ölkələrdən biri Portuqaliya olmuşdu. Portuqaliya siyasi sərhədləri müəyyənləşdirilən ilk dövlətdir. Portuqaliya Piriney yarımadasında yerləşir. Portuqaliya Kordova xilafətinin parçalanması nəticəsində yaranmış dövlətlərdən biridir. Portuqaliya ərazisi kənd təsərrüfatı üçün əlverişli deyildi. Ona görə orada daha çox gəmiçilik və ticarət etmişdi. Gəmiçilik və ticarətin də inkişaf etməsi nəticəsində Portuqaliya coğrafi kəşflərə başlayan ilk dövlətlərdən biri olmuşdu. Coğrafi kəşflərdə iştirak edən şəxslərdən biri də Portuqaliya səyahət coğrafiyaşünası Bartolomey Dias olmuşdu. Bartolomey Diasın səyahəti 1487-1488-ci illəri əhatə edir. Ümumiyyətlə, Portuqaliya kralları şərq ölkələri ilə ticarətə xüsusi diqqət yetirirdilər. Onlar çalışırdılar ki, şərq ölkələri ilə ticarət əlaqələrin ələ keçirsinlər. Ümumiyyətlə, Portuqaliyalar şərq ölkələrinə gedişləri zamanı şüşə muncuqlar verir, əvəzində isə qızıl və fil sümüyü alırdılar. Eləliklə, sonraki dövrdə Qızıl sahili və fil dişi sahilinin yaranması da hələ bu adla bağlı olmuşdu. Beləliklə, ticarət nəticəsində qul alveri meydana gəlmişdi. Avropalılar Afrikadan və başqa ərazilərdən insanları gətirirdilər, onları qul halına salırdılar. Bartolomey Dias Portuqaliyadan Afrikanın cənubundan gedərək Ümid burnunu kəşf etmişdi. Lakin Ümid burnunu kəşf etsə də xəstəliklər nəticəsində və əsgərlərinin tələf olması nəticəsində Bartolomey Diasın ekspedisiyası geri qayıtmaq məcburiyyətində qalmışdı. Böyük coğrafi kəşflərdə iştirak edən şəxslərdən biri də Xristof Kolumb olub. Ümumiyyətlə, orta əsrlər dövründə yerin kürə formasında olması fikri artıq Avropada geniş gəlmişdi. Bu proses 15-ci əsrdə daha da sürətləndi.
Xristof Kolumb əslən İtalyanıdır, lakin o İspan kralının köməyi ilə səyahətə başlamışdı. 1492-ci ildə Xristof Kolumb İspan kralının icazəsi ilə qərbə tərəf üzərək artıq Hind okeanına, qərbə tərəf üzərək Hindistana gedib çıxmaq istəyirdilər. Və beləliklə 1492-ci ilin 14 Xristof Kolumbun rəhbərliyi altında bunlar qərbə doğru səyahətə başladılar. Xristof Kolumbun səyahəti nəticəsində o Hindistana gedib çıxmaq istəyirdi. Lakin o gediş nəticəsində Kuba və Haiti adalarını kəşf etdi. O Amerikaya gedib çıxmışdı. O kəşf etdiyi torpaqların Hindistan olduğunu düşünürdü. Ona görə də ölkəyə Hindistan, əhalisini isə Hindular adlandırmışdı. Bugünkü gündə də Amerikanın yerli əhalisi Hindular adlandırılır. Daha sonra isə səyyahlar müəyyən elədilər ki, 15-ci əsrin sonu, 16-cı əsrin əvvəllərində bir neçə səyyahdən sonra Kolumbun kəşf elədiyi torpaqların Hindistan yox, Amerika qitəsi olduğunu müəyyən etdilər. Və İtalyan səyyahı Americo Vespucci bunu Kolumbun kəşf etdiyi torpaqların yeni qitə olduğunu sübut etdi. Və bugünkü gündə də Amerika qitəsi Americo Vespucci'nin adını daşıyır. Hindistana dəniz yolunun kəşf edilməsi isə Vasco da Gama'nın adı ilə bağlıdır. Vasco da Gama Portuqaliya səyahətçisi idi. Beləliklə 1498-ci ildə Vasco da Gama'nın rəhbərliyi altında bir qrup şəxs Hindistanın Kalikut limanı şəhərinə çatdılar. Bunlar Kalikut racası ilə danışıqlar apardılar. Lakin danışıqlar nəticəsində Vasco da Gama və onun ekspedisiyası xəyanətə əl atdı. Bunun nəticəsində hindlilərin, şərq ölkələrinin gözlərində artıq Avropalılar namərd və xəyanətkar bir insan kimi tanınmağa başladılar. Beləliklə, Kalikut limanını ələ keçirdikdən sonra buradakı ədviyyatı və bir sıra məhsulları toplayıb Avropaya geri qayıtdılar. Və beləliklə 1498-ci ildə Hindistana gedən dəniz yolu kəşf edildi. Hindistana da ticarət bir müddət ərəblərin əlində idi, lakin 16-cı əsrin əvvəllərində Portuqallar ərəblərlə mübarizədə qalib gəldilər və bunun nəticəsində Hindistanla ticarəti ələ keçirdilər. İlk dünya səyahəti isə Fernando Magellan'ın adı ilə bağlıdır. İlk dünya səyahəti 1519-1522-ci illəri əhatə edir. Fernando Magellan Atlantik okeanından qərbə doğru hərəkət etməklə Asiya ölkələrinə daxil olaraq o sakit okean sahillərinə çatmışdı. O Atlantik okeandan sakit okeana keçən boğazı özünün şərəfinə Magellan boğazı adlandırmışdı. O sakit okeanda bir neçə ay üzdüyü müddətdə heç bir fırtına və yaxud tufana rast gəlmədiyinə görə bu okeanın adlandırmışdı sakit okean. Cənubi Amerika sahillərinə çıxmışdılar. Ancaq Fernando Magellan Filippin adalarında döyüşlərin bir zamanı yerli əhali ilə döyüşlər zamanı öldürülmüşdü. Lakin Magellandan sonra da dünya səyahəti davam etdirilmiş və 1522-ci ildə dünya səyahəti başa çatmışdı. Fernando Magellanın rəhbərliyi altında dünya səyahəti vahid dünya okeanının olmasını sübut etdi. Yerin kürə formasında olması sübut edildi. Fernando Magellanın ilk dünya səyahəti mühüm əhəmiyyət kəsb edirdi. Ümumiyyətlə, coğrafi kəşflərin bir sıra nəticələri də olmuşdu. Həm böyük coğrafi kəşflərin iqtisadi nəticələri, həm də siyasi nəticələri olmuşdu. Başlıcası olaraq, İqtisadi nəticələri nədən ibarət idi? Yeni qitələr yarandı. Yeni qitələrin olduğu daha doğrusu sübut edildi. Hansı qitələr? Amerika, daha sonralar isə Avstraliya materikinin olması sübut edildi. Ticarət yolları artıq Aralıq dənizindən okeanlara keçdi. Artıq ticarət yollarında Atlantik okeanı daha mühüm rol oynayırdı. Yeni yaranmış ticarət yollarında artıq Venesiya və Genua artıq yeni ticarət yollarından kənar qaldı. Artıq Venesiya və Genua ticarətdə özünün ağalığını itirdi. İqtisadi nəticələrindən, mühüm hadisələrdən biri də artıq dünya ticarəti yarandı. Dünya ticarətinin yaranması da mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri oldu. Şərqdən keçən ticarət yolları öz əhəmiyyətini
əhəmiyyətini itirdi. Bunun nəticəsində Səfəvi və Osmanlı kimi dövlətlərində bu gələcəkdə tənəzzülünə səbəb olan başlıca amillərdən biri oldu. Asiya ölkələri ilə ticarət əlaqələri artıq bir sıra ölkələrin limanlarında cəmləşdi. Asiya ölkələri ilə ticarətdə hansı ölkələr mühüm rol oynayırdı? Niderland, İngiltərə və Portuqaliya mühüm rol oynadı. Böyük coğrafi kəşflər həm də kapitalizmin dünya ticarəti yarandı. Bu da gələcək kapitalizmin yaranmasının təməlini qoydu. Siyasi nəticələri nə oldu? Artıq böyük coğrafi kəşflərdən sonra bir sıra böyük dövlətlər yeni əraziləri ələ keçirdilər və bunun nəticəsində də müstəmləkə işğalları başladı. Müstəmləkə işğalları əsasən Afrika, Asiya, Avropada, hətta Amerikada belə həyata keçirilmişdi. Böyük dövlətlər torpaqlar ələ keçirməyə başladılar. O dövrdən artıq böyük coğrafi kəşflərdən sonra sosial-iqtisadi və siyasi problemlər meydana gəldi. Böyük dövlətlər bir sıra əraziləri, bir sıra ələ keçirdikləri əraziləri bölüşdürmək uğrunda mübarizə aparırdılar. Və beləliklə dövlətlər arasında nüfuz dairələri uğrunda mübarizə başladı. Müstəmləkə ilk nüfuz dairələrini müəyyənləşdirən ölkələr isə İspaniya və Portuqaliya olmuşdu. İspaniya və Portuqaliya. İspaniya və Portuqaliya həm coğrafi kəşflərə başlayan ilk dövlətləridir, həm də ilk müstəmləkəçi dövlətlər hələ İspaniya və Portuqaliya idi. Nüfuz dairələrini bölüşdürmək haqqında İspaniya və Portuqaliya arasında müqavilə imzalanmışdı. Kəşf edilən torpaqlara ilk öncə kimlər gedirdi? İlk öncə əskərlər, tacirlər, xristiyan missionerləri göndərirdilər. Bu dövrdə əskərləri göndərməkdə məqsədi nə idi? Kəşf edilən əraziləri nəzarətdə saxlamaq üçün əskərlər lazım idi. Bunlara ordu hissələri lazım idi. Ona görə əskərləri göndərirdilər. Tacirlər gedirdi. Bu ölkələrlə talançı ticarət edirdilər və yüksək gəlirlər əldə edirdilər. Xristiyan missionerlər isə o məqsədə göndərirdilər ki, buranın yerli əhalisinə xristiyanlığı yaymağa çalışırdılar. Dedi, ilk müstəmləkəçi dövlətlər Portuqaliya və İspaniya idi. Portuqaliya müstəmləkəçi dövlət olsa da, digərlərindən fərqli olaraq Portuqaliya geniş ərazi və əhalisi yox idi ümumiyyətlə. Portuqaliyanın əhalisi azdır. Ona görə də geniş müstəmləkə işğalları həyata keçirdə bilməmişdi. Düzdür, Portuqaliya müstəmləkə işğalları nəticəsində Japoniya və Çin sahillərinə qədər gedib çıxmışdır. Lakin əhalisi az olduğu üçün həmin ələ keçirilən ərazilərdə güclü, çoxlu qoşun saxlaya bilmirdi. Ona görə də digər ölkələrə nisbətən geniş müstəmləkələr ələ keçirdə bilməmişdi. Ancaq daha çox müstəmləkə İspaniya, İngiltərə, Hollandiya və Fransa tərəfindən daha geniş müstəmləkələr ələ keçirmişdi və uzun müddət bu əraziləri nəzarət altında saxlamışdılar. Hətta indiki Cənubi Amerikada belə dövlət dillərinin əksəriyyəti Portuqal və İspan dilidir. İspanlar tərəfindən Meksikada Aztek, Peruda isə İnk dövlətinin varlığına son qoyulmuşdu. O dövlətlər süquta uğratmışdı. Portuqaliyanın müstəmləkələri hansı ərazilərdir? Ərəbistan və Hindistanın dəniz sahilləri, Şərqi Afrikanın Hind okeanı sahilləri, Zond və Molluk adaları, Cənubi Amerikada isə Braziliya bunun müstəmləkəsidir. İspanların müstəmləkələri hansılardır? Braziliyadan başqa bütün Cənubi Amerika İspanların müstəmləkəsi idi. Həmçinin Kuba və Karib adaları da İspanların müstəmləkələridir. Ümumiyyətlə, Avropalılar Amerikaya getdikdən sonra burada yerli əhaliyə qarşı soyqırım siyasəti də yer etmişdilər. Yerli əhalini məhv etməyə çalışırdılar. Bu dövrdə Avropalılar gedərkən özləri ilə xəstəliklər də aparmışdı. Daha doğrusu bir sıra özlərində olan xəstəliklər Amerikalıların yerli əhalisinə də keçmişdi. Bu xəstəliklər hansılardır? Qızılca xəstəliyidir, çiçək xəstəliyidir. Amerikalılarda isə bu xəstəliyə qarşı immunitet, müqavimət olmadığı üçün bu xəstəlik nəticəsində Amerika əhalisinin bir hissəsi məhv olmuşdu. Bir növ soyqırıma məruz qalmışdı. Ümumiyyətlə, Amerikanın yerli əhalisini qulaq çevirmək həddindən artıq çətin məsələ idi. Ona görə də
plantasiyalarda, mədənlərdə işləmək üçün Afrikadan çoxlu qul Amerikaya gətirilirdi. 17-ci əsrdə artıq böyük coğrafi kəşflər nəticəsində merkantilizm siyasəti yaradıldı. Merkantilizm necə siyasətdir? Merkantilizm siyasətinə əsasən idxalı məhdudlaşdırmaq, ixracı artırmaq siyasətidir. Merkantilizm siyasətinə görə hər bir dövlətin iqtisadi rifah halı onun qızıl və gümüş ehtiyatından asılıdır. Dövlətlər əgər ixracı yüksək tutarlarsa, onda dövlət daha çox balansa və iqtisadi gəlirlərə sahib olur. Artıq böyük coğrafi kəşflər nəticəsində beynəlxalq ticarət yarandı. Beynəlxalq ticarətdə də artıq İngiltərə, Hollandiya və Fransa kimi ölkələr daha çox mühüm rol oynayırdı. Beynəlxalq ticarət artıq kapitalist münasibətlərin yaranmasına da gətirib çıxartdı. Avropalılar Amerikada bir sıra yeni bitkilərlə də tanış olmuşdular. Hansılardır? Kartof, qarğıdalı, tütün, kako və bu sonraki dövrdə Avropa və digər qitələrə də bu bitkilər göndərilmişdi. Artıq kartof və qarğıdalı xüsusilə əhəmiyyətli kəsb edirdi. Sonraki dövrdə kartof və qarğıdalının Avropaya gətirilməsi Avropada əhalinin sayının artmasına da təsir göstərmişdi. Bu dərsimizlə bağlı bu qədər.